Bəzən fikirləşirik, uşağa çox afərin deməklə onu təşviq etmiş oluruq və bu onun üçün yaxşı bir işdir. Amma diqqət etməliyik ki, siz daim uşağı təşviq etsəz, amma bu təşviq yerli yersiz olsa, onun üçün adi bir hala çevriləcək və iş görməyə həvəsi olmaz. Narahatçılıqla bir işi görər. Əsas budur ki, ona etdiyiniz təşviq düzgün təşviq olsun. Bu da bir əməllə birlikdə olmalıdır. Məsələn, onu təşviq etmək istəsəz, deyin ki, afərin sənə, meyvələri yumaqda mənə kömək etdin. Afərin sənə, evi məndən birlikdə yer yığış etdin. Bunu uşağa desən, uşaq özündə bir məsuliyyət hiss edəcək və gələcək işlərdə də bir işi görmək istəyəndə və sən ona o işi görməyə görə afərin deməkdə onu daha çox təşviq etmiş olarsan. Və bu səbəb olar ki, uşaq özündə məsuliyyət hiss etsin və izzət tapsın. Uşağın izzət tapmağı onun daxili aramlığı, daxili rahatlığı və özünə güvəninə əsasəndir. Siz necə? Övladlarınızla bu işi görürsünüzmü?